Salam hər kəsə. Bugün 26-sı, ayın 26-sı deməli OTK-nın birinci sınağı oldu. 11-ci sinif 2-ci qrup A variantının izahını etmək istəyirəm. 61-ci testdə deyir, Azərbaycanın şimal və cənub torpaqlarının Sasanilər dövləti və Ərəb xilafətinin tərkibində birləşdirilməsinin nəticəsi. Etnik mədəni birliyin təşəkkülü baş verdi. Bunu götürə bilərik. Sonra yazır, xristianlığın yaranması üçün şərait formalaşdı. Bunu götürmürük. Azərbaycanda türk ədəbi dilinin formalaşması başa çatdı yazıb 3-də. Bir də yadelli işğalına qarşı mübarizədə əhali sıx birləşdi. Deməli, bir də olacaq 4. Etnik mədəni birlik təşəkkülü baş verdi və yadelli işğalına qarşı mübarizədə əhali sıx birləşdi. 1 və 4 A variantı olacaq. Çünki Azərbaycan türk ədəbi dilinin formalaşmasının başa çatmasını Ərəb işğalından sonra verir, Sasani işğalından sonra yox. 62-ci test. Əhəmənilər imperiyasının hakimiyyəti dövründə Azərbaycanda şimalda sosial bərabərlik, bərabərlik ola bilməz. Çünki bu ibtidai icmaya xas bir cəhətdir. Əhalisi siyasi proseslərə qatıla bilmirdi, qatıla bilirdi şimalda. Sonra şimalında əhali adət-ənənələrinə toxunulmurdu. Şimalda həmənlər çox insanların həyatına qarışmırdı. Əslində tabe edilmişdi, amma adət-ənənələr qalırdı. Ona görə C olacaq. D variantı niyə deyil? Cənub torpaqları imperiyanın tərkibində deyildi. Xeyr, tərkibində idi. Əksinə cənub da olmuşdu. Y. Cənubda köçəri İskit tayfaların ağalığı, xeyr, cənubda İskit tayfalarının ağalığı yox idi. İskitlər sadəcə özləri üçün dövlət yaratmışdılar eramızdan əvvəl 7-ci əsrdə və Əhəməni dövründə heç İskit dövləti yox idi. Ona görə yeni də götürmürük. 63. Azərbaycan torpaqlarında yaranmış İskit şahlığı Urartu ilə müharibədə İranzuya hərbi yardım göstərdi. İskitlər İranzu ilə paralel dövrdə mövcud olmayıbdı, yanlışdır. Urartu dövlətin varlığına son qoydu. Xeyr, İskit şahlığı Urartun varlığına son qoymur, Midiya son qoyacaq. Manna ilə ittifaq qrup Assuriya hücum etdi. Bəli, cavab C olacaq. Assuriya dövləti tərəfindən süquta uğradıldı. İskitlər Assuriya tərəfindən süquta uğradılmayıbdı. İskitlər Midiya tərəfindən süquta uğradılıb, ona görə D də deyil. Yerli Alban tayfalarını sıxışdırıb regiondan çıxartdı. Bu da yanlışdır. Albanlar İskitlər tərəfindən çıxarılmayıbdı. Alban tayfaları yaşayırdı Azərbaycanda həmin dövrdə. 64-cü test. Qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir. İlk Roma diktatoru Oktavian Avqust sayır. Xeyr, bu ilk Roma diktatoru deyildi. Bütün İtaliyanın işğalı başa çatdırılmışdı padşahlıqda. Bu da yanlışdır. Eradan əvvəl 3-cü əsrdə respublikada başa çatdırılıbdı. Karfagen dövləti ilə müharibə başladı. Makedoniya uğrunda, bu da yanlışdır. Siciliya uğrundadır. Respublika dövründə ölkəni idarə edir imperator. Xeyr, bu imperiya dövründədir. Y. Maliyyə işlərinə baxırdı Senat. Bəli, Senat maliyyə, müharibə, sülh məhkəməyə baxırdı. 65. Məzdəkilər ilə Xürrəmlər hərəkətinə aid ümumi cəhət deyil. Azərbaycanın cənubuna təsir edib, bu ümumidir. Ədalətli cəmiyyət, əmlak bərabərliyi hər kəsinə aiddir, B ümumidir. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdir, bəli, bu da doğrudur, ikisinə də aiddir. Birinci milliyin ikinci yarısında başlamışdır, bu yanlışdır, çünki Xürrəmlər ikinci yarısındadır, Məzdəkilər isə birinci yarısında 481 başlanması birinci yarısına düşür. Başlanmışdır deyir, əgər Məzdəkin bitməsini göstərsə və ya Xürrəminin bitməsini, o zaman götürə bilərdik ikinci yarısı. Çünki Məzdək 529-da bitibdir. Əhali arasında geniş vüsətada yatırılıb, bu da oxşardır. Deməli, cavab D-dir. Yəni, fərqi olan. 66. Azərbaycanda xilafət dövrünə aid ifadələrin izahlarının doğru verildiyi sətirləri müəyyən edin. Rabat xüsusi hərbi məskən 1 doğrudur. Vəqif dini işlərin ixtiyarında olan torpaq 2 də doğrudur. Elə cavab 1-2-dir. Cizyə cəmaət torpağı deyil, cizyə can vergisidir. Xərac hərbi qulluğa görə verilən mükafat deyil, xərac isə məhsul vergisidir. 67-ci test. Albaniyada xristianlığın yayılması tarixinə aid olan hadisələri göstərin. Birinci mərhələ və ikinci mərhələ. Birinci mərhələ 313-ə qədər olan dövrdür.
və 313-ə qədər olan dövrdür və deməli 1-ə C gedəcək. Çünki Aqoin Kilsə Məclisi 488-dədir. Yunanpərəst mərhələ ikinci mərhələdir. 1-ə C gedəcək. 1-ə C görək harda var. Aha, bir dənə A variantında var. İkinci mərhələ. İkinci mərhələ isə birinci milinin ilk yarısına da uyğun gəlir. Bəli, 313-cü ilə uyğun gəlir. İkinci mərhələ. Bir də hökmdar Urarinin xristian dövlət etməsi ilə başlayıbdır. Bəli, bu da gedir. Onda elə A variantı olacaq burada. Çünki apostol dövrü birinci dövrdür. 68. Manna dövləti yaranmışdır. Zamua hakimlərinin birləşdirmə səyləri nəticəsində ən güclü vilayət Zamuya idi. Bilirik ki, o birləşdirmişdi Mannanı. Məsələn, İranzu mərkəzləşdirmə ola bilməz. Çünki İranzu dövləti yaratmayıbdı. Urartu və Əhəməni sözü səhvdir. Çünki Manna Əhəmənini görmür. Asur hücumlarından qorunmaq zərurətindən də deyil. Çünki əksinə Asur meyillilik Mannanı birləşdirirdi. Deməli, 3, 4, 5 səhvdirsə, onda 1 və 2 müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə. Deməli, 1 və 2 cavabı olacaq Y variantı. 69-cu test. Sacilər, Salarilər və Rəvadilər dövlətinin varlığına son qoymuş tarixi şəxsiyyətlərin adlarını ardıcıllıqla düzgün verildiyi bəndi müəyyən edin. Ardıcıllığının düzgün verildiyi bəndi müəyyən edin. Deməli, Sacilərin varlığına son qoymuşdur. Salari hökmdarı Mərziban ibn Məhəmməd. Mərziban ibn Məhəmməd də bir dəqiqə Sacilərin varlığına son qoyub, bəli, Mərziban ibn Məhəmməd. Salarilərin varlığına son qoyubdur Əbülhicə, Rəvadilərin varlığına Alparslan. Deməli, cavab olacaq B variantı 3. 70-ci test. Eyler-Venn diaqramına uyğun bəndi müəyyən edin. 6-cı yüzillikdə hakimiyyət olub həm Mihraqul xan, həm Bumon xaqan. Deməli, A gedəcək 3-ə. Yeni dövlətin əsasını qoyub Bumon xaqan. Bizans üzərinə dağıdıcı yürüş etmişdi. Heç birində biz bunu görmürük. Aşina nəslindən idi Bumon xaqan. Hindistanın şimal-qərbini işğalını baş çatdırmışdı Mihraqul xan. Deməli, A gedəcək ortaya. A gedəcək ortaya. Yəni 3-ə. 3-ə A-nın getdiyi variant isə C variantındadır. Gəlin C-ni hər ehtimalı yoxlayaq. 1-ə Y. Deməli, Hindistanın şimal Mihraqula götürüb. 2-ə 1-ə A götürüb, 6-cı yüzillikdə, yox, 1-ə Y götürüb, 2-ə B götürüb, yeni dövlətin əsasını qoyub və D götürüb, aşina, 3-ə isə A, bəli, C variantıdır. 71-ci test. Xəritədə əksini tapmış prosesi müəyyən edin. Burada Qafqaz göstərilibdir. Qafqazdan Qaradənizə, daha sonra oradan Balkan yarımadasına, daha sonra oradan Aralıq dənizinə və İspaniyaya qədər uzanan bir yol işarələnibdir. Bu da Yunan koloniyalarının qurulmasıdır. Cavab olacaq A variantı. Heç o birisilərə baxmağa ehtiyac yoxdur. 72-ci test. Qədim Yunanistan tarixinə aid uyğunluğu müəyyən edin. Vulkan püskürməsi Mikena, bu yanlışdır, çünki Kritdir. Bir çıxır. Quraqlıq illərində kəndlilər öz ağalarından borc alması nəticəsində qulların sayının artması, bəli, doğrudur, borca düşürdülər insanlar və sayı artırdı, qulun sayı artırdı, 1-2-dir. Solon islahatlarında Atikanın bütün xeyr, bu kişi sakinləridir. Deməli, bir də 4 olacaq. Dor tayfalarının yürüşləri Sparta şəhəri, bəli, düzdür, 2 və 4 olacaq. C variantı. 73. Manna dövlətinin Assuriya dövləti ilə münasibətinin pozulmasının səbəbləri. Mannanın İskit padşahlığı ilə yaxınlaşması. Bir dəqiqə. Mannanın İskit padşahlığı ilə yaxınlaşması, bəli, bu doğrudur. Aşurbanipalın hücum səbəbidir. Azan Assuriyadan üz döndərmir. 2 il hakimiyyətdə olur, öldürürlər onu sonra. Deməli, 2 olanlar çıxacaq, 1 olan olacaq. 1,
1 və 3-ə baxaq. Ulusun Urartudan kömək alması, bəli, Rusiyadan kömək alması Assuriyanın xoşuna gəlmədi. Bir də 4, mediada Assuriya Rusiyanın manlarına dəstək verməsi, bəli, bu da doğrudur. 1-4 C variantı olacaq. 74-cü test. Qədim Misir tarihinə aiddir. Ali məmur olan Çati başkomandan xeyr, Çati hərbi işə baxmır. Qullar ya düşmən, xeyr, bu da yanlışdır. Ya düşmən Hindistanda idi. Vahid dövlət yaradılarkən paytaxt bu da yanlışdır. Deməli 4 və 5 olacaq. İkinci milkdə Het dövləti ilə mübarizə, bəli, Ramzesdir. İkinci milkdədir bütün güclü fironlar. Və firon tanrının yer üzərindəki təmsilçisi, belə doğrudur. Bu da 4 və 5 olacaq. Bu da cavab. 75. Lubi və Kuti dövlət qurumlarının fərqli olaraq Arrata, Urmiya gölü yox, hamısı Urmiya sahilindədir. Diyala Lubiya xas cəhətdir. B də gedir. 3-cü milin ilk yarısı, bəli, 3-cü milin birinci yarısında Arrata yaranmışdır. Akkad dövlətinin sübuta uğradan Kutidir. İki çay arasında geniş əlaqə isə hamısıdır. Böyük Hun və qədim Çin dövlətlərinə oxşar cəhət götürəcək. Şimaldan gələn cümlələrə qarşı Böyük Çin sərhədini ikisi tikməyib, ona görə A gedir. Eldən əvvəl 3-cü yüzilliyin birinci yarısında yaranmışdır. 3-cü yüzilliyin birinci yarısında yaranmayıblar, çünki 220-ci ildə Hun dövləti, Çin dövləti də əgər Sen Şuxandini götürsək, o da 221, hər ikisi ikinci yarısında dövlət yaradıb. Makedoniyalıların şərqə yürüşünü dayandırmışdılar. Xeyr, Makedoniyalılarla mübarizələrini görmürük biz, nə Hunun, nə Çinin. Bir-birlə davamlı mübarizə, bəli, bu doğrudur, D-dir. Asiya qitəsinin qərbində qonşu dövlət idilər. Bu da yanlışdır, çünki Asiyanın qərbində yox, Çin Asiyanın cənub-şərqində yerləşir. Böyük Hun isə Asiyanın mərkəzində yerləşir. Tarixi proseslərin ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. İslam dininin zəif yayılması, sonra ərəblər arasında siyasi dini birliyin olmaması. Xeyr, bu olmaz. Çünki ərəblər arasında siyasi dini birliyin olmaması bütpərəstlikdən sonra olan hadisədir. İslam yayılandan sonra onlarda siyasi dini birlik güclənir. Ona görə A gedəcək. Ərəblərdə vahid dövlətin olmaması, ərəblər arasında siyasi dini birliyin olmaması. Gəlin bura baxaq. Daha sonra Bizans-Sasani müharibələri nəticəsində tərəflərin bir-birini zəiflətməsi, məsələn, təxmini 629-u götürürük orada. Daha sonra yazır ki, Əməvilər sülaləsi hakimiyyətə gəlməsi və Misir. Xeyr, Misir Əməvilər yox, xəlifələr dövründə tutulub. Ona görə Əməvilərdən sonra Misirin tutulması dediyinə görə B də gedir. C variantı. 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsi aparılması, daha sonra ərəblər arasında siyasi dini birliyin olmaması, daha sonra Bizans-Sasani müharibələri, daha sonra isə İslam ordularının Bizans və Sasaniləri məğlub etməsi, Bizans və Sasanilərin məğlub edilməsi. Məsələn, Sasanilərin məğlub edilməsi 651-ci ildədir. Bizansın məğlub edilməsi 629-cu ildədir. Deməli, bu Əməvilərə qədər olan hadisədirsə, sonra Misirin tutulmasını göstərirsə, xəlifələr dövrü, deməli, C daha uyğundur. Bir dənə D və Y-yə də baxaq. Ərəbistan yarımadasının müsəlmanlar tərəfindən tamamilə fəth edilməsi, xeyr, bu olmaz. Çünki Ərəbistan yarımadasının tamamilə fəth edilməsi də xəlifələrə düşür və Kordovadan sonra Misirin tutulması uyğun gəlmir. Çünki Kordova 756-cı ildə xilafət yaranıbdı. Misirin tutulması isə xəlifələr dövrünə düşür. Ona görə heç uyğun gəlmir. D də çıxır. Hicrətin baş verməsi, Məkkənin müdafiəsinin zəifləməsi, bu 622-ni deyir. Sonra deyir, 2-də İspaniyanın fəth edilməsi və hicrətdən sonra dini zəifliyi götürə bilmərik. Çünki hicrət baş verəndə 622-ci ildə artıq Məhəmməd Peyğəmbər dini yaymağa başlamışdı. Deməli, burada da düz getmir. Məsələn, İspaniyanın fəth edilməsi Poitiyə qədərdir, 732-yə qədərdir. Ondan sonra Misirin tutulmasını götürmək də düz gəlmir. Ona görə Y də çıxır. Deməli, cavab bir dənə C qaldı. 78. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid ümumi cəhət.
Kəndlərin çoxu feodalların şəxsən asılı idilər. Bu Azərbaycana aid deyil. Azərbaycanda asılı deyildilər, yəni təhkimli deyildilər. Şəxsən asılı olmaq təhkimli deməkdir. Feodalların xüsusi təsərrüfatı yox idi. Bu da Azərbaycana aiddir. Avropada var idi. İbtidai cimə quruluşunun dağılması, xeyr, Azərbaycanda ibtidai cimadan sonra feodalizm olmayıb. Hər ikisində quldarlıq olubdur. 1000 ildən çox davam etmişdir. Bəli, 1000 ildən çox davam etmişdir, götürə bilərik. Çünki Azərbaycanda bizim İran 3-cü əsrdən başlayıb 17-ci əsrə qədər davam edibdir. Daha doğrusu 19-cu əsrə qədər davam edibdir. 1000 ili keçir. Eyni zamanda Qərbi Avropada 5-ci əsrdə başlayır, 17-ci əsrə qədər davam edirsə, yenə 1000 ili keçir. Amma Y variantı da oxşar deyil, çünki 17-ci əsrdə Avropada bitib, Azərbaycanda 19-cu əsrdə bitibdir. 79. Xəritədə paytaxtları göstərilmiş dövlətlərə aid ümumi cəhətdir. Burada Qəbələ və Qazaka göstərilibdir. Bu Albaniya və Atropatenadan danışır deməli. 3-cü yüzilliyin əvvəlində yaranmışdır. Bu yanlışdır. 4-cü yüzillikdə yaranıblar. Selevki dövlətinin hücumları, xeyr, bu da yanlışdır. Atropatenaya aiddir. Midian süqutu nəticəsində müstəqil olub. Bu da yanlışdır. İskəndərin imperiyası süqut eləyəndən sonra müstəqil olurlar. Bizans imperiyası və Xəzər xaqanlığı ilə mübarizə aparmışdılar. Bu da yanlışdır. Çünki eradan əvvəl 4-cü yüzillik filan, bunların mövcud olduğu dövr Xəzər xaqanlığı yox idi. Eradan əvvəl Azərbaycan Respublikasının bəzi rayonlarını əhatə edib, bəli, Y düzgün olacaq. Çünki Atropatenanın da ərazisi Azərbaycanın bəzi cənub rayonlarına aiddir. Albaniya isə tamamilə Azərbaycan Respublikasının rayonlarını əhatə edir. 80-ci test eradan əvvəl 3-cü minillikdə Hind çayı vadisində salınmışdır və 2-ci minillikdə tərk etmişdir. Cavab olacaq Harappa mədəniyyəti məlum olmayan səbəbdən dağılmışdır. 81-ci test Avropada feodal münasibətlərinin yaranması müşayiət olunurdu. Roma imperiyasının respublikaya çevrilməsi yanlışdır. Respublika imperiyaya çevrilir. Bir olan variant çıxır. D və C getdi. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması ilə bu feodal münasibətlərinin yaranmasına niyə səbəb olsun ki? Ona görə 2 də yanlış cavabdır və 2 də çıxır. Deməli, 3 və 4 olacaq. Roma imperiyası dağılması, bəli, bu 100% var. Feodal münasibətləri yaranır bundan sonra. Və xristian dininin yayılması ilə də ola bilər 3 və 4. Çünki xristian dinində 4-cü əsrdə yaranmışdı və xristian dininin açıq yayılmasından sonra feodal münasibətləri yaranır və kilsə və dövlət birlikdə çıxış etməyə başlayır ilk dövrlərdə. 82-ci test. Xəritədə göstərilən ərazi dəyişikliyini əks etdirir. Deməli, biz birinci xəritədə Albaniya və Atropatena görürük. Yəni, ərəb işğalından əvvəlki xəritəyə də bənzəyir daha çox. Yəni, bütöv bir xəritə görürük. Burada ayrı bölünmüş dövlətlər yoxdur. Amma burada isə Şəki hakimliyi, Şirvanşahlar dövləti, Rəvadilər, Şəddadilər kimi dövlətləri görə bilirik. Deməli, nəsə ərəblərlə bağlı olacaq. Xırda dövlətlərin ləğv edilməsi və bir dövlət halında birləşmək xeyr, yanlışdır. Çünki burada görürsünüz, dövlətlər ayrı-ayrı verilibdir. Paytaxtların yerləri ayrı-ayrı verilibdir. Gəncə, Şamaxı verilib, sonra Təbriz verilib, böyük işarələrlə paytaxtlar göstərilib. Ona görə A getməyəcək. Azərbaycanda xilafət hakimiyyətinin baş çatması və dövlətçi elə B olacaq. Heç o birisilərə baxmırıq. B olacaq. 83. Xronoloji ardıcılığı müəyyən edin. Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi eramızdan əvvəl 630-dur. Şirvan və Dərbənd hakimi Şəhriyarın ərəb sərkərdəsi ilə sülh bağlaması təxmini bunu götürürük Vazuruz Zərmədan döyüşlərindən sonra 644 götürək. Bir də ərəblərin Sasanilər üzərinə ilk hücumlarının başlanması isə 7-ci əsrin əvvəllərini götürək. Məsələn, 639-cu ildə
Qəzvinin tutulması, 642-ci ildə Həmədan və Nəhavənd döyüşləri filan Azərbaycan Sasanilərin tərkibində olduğuna görə 7-ci əsrin əvvəlləri götürürük. O zaman birinci 3 olacaq, daha sonra Mehranilərin hakimiyyətə gəlməsi, sonra isə 2 Şirvan və Dərbənd hakim Şəhriyarın müqaviləsi. 3, 1, 2. 84. Erkən Tunc və İqtəmir dövrlərinə aid ümumi cəhəti müəyyən edin. Süni suvarma, bəli, hər ikisində var. Erkəndə olub, İqtəmirdə davam edib, yəni son Tuncda. Köçmə yayılmaların əhəmiyyətini itirməsi. Belə bir cümlə biz görməmişik dayıcımada. Ona görə 2-yə alınmışdır. Metaldan əmək alətlərinin hazırlanması da olar. Çünki Tunc da metal idi, dəmir də metal idi. Demək, 1-3 olacaq cavab. 85-ci test. Şumerlərin tarixinə aid doğru fikirləri müəyyən edin. Şəhər dövlətlərində idarə etmədə əvvəllər teokratiya, bəli, en adlı ali kahin idarə edəndə Şumer dövlətləri teokratik dövlət idi. Eradan əvvəl 7-ci illikdə Misirdən gəlmişdi. Yox, Misirdən yox, Mərkəzi Asiyadan gəliblər. 2-ni götürmürük. Şəhər dövlətləri Luqal adlanan kahin tərəfindən idarə edilirdi. Xeyr, bu da yanlışdır. En adlı ali kahin Ensi və Luqal hökmdar idi. Tarixdə ilk yazılı qanunlar yaratmışdılar. Bu da aiddir Şumerlərə. 1 və 4 olacaq cavab. 86-cı test. Birinci minilliyin ilk yarısına aid olanları müəyyən edin. Atropatenada zərdüştlüyün yaranması, bu elə Atropatena dövləti olan vaxtda var idi. Yəni, eradan əvvəl olan bir şeydir. Ona görə bunu götürmürük. Albaniyada Ağuyin Kilsə Məclisi 488-ci ildədir. Bəli, bu birinci minilliyin ilk yarısıdır. Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə edilməsi də Azərbaycan Sasanilərin tərkibində olandadır. Deməli, 2 və 3 olacaq. Çünki Şamaxıdakı Sündü məscidi də 920-ci ildir. O da 1-ci minilliyin ikinci yarısıdır. 87-ci test. Qaraxanlı və Qəznəvi dövlətlərinə aid hadisələri göstərəcək. 10-cu yüzilliyin 1-ci yarısında Kiyevə parçalanması. Parçalanma 1042-ci ildə olmuşdu. Ona görə də bu 11-ci yüzillikdir. A variantı heç birinə getməyəcək. İbn Sina və Əl-Biruni kimi alimlər sarayda himayə edilmişdi. Bu Qəznəvilərə gedəcək. 2-yə B. Əsas rəqibi Uyğur idi. Bu da heç birinə getməyəcək. Çünki Uyğurla Qaraxanlı və Qəznəvinin mübarizəsini görməmişik. Ümumiyyətlə 842-ci ildə Uyğur dövləti süqut etdiyinə görə yəni çox bir dövr görmür Qaraxanlının. Ona görə C-ni götürmürük. Banisi Sultan tituluna layiq görülən ilk türk hökmdarı idi. Bu da getməyəcək, çünki banisi deyildi. Sultan tituluna layiq görülən ilk hökmdar Sultan Mahmud Qəznəvidir, amma o Qəznəvilərin banisi deyil, alt təkindir. Ona görə D-ni də götürmürük. Əfrasiyab sülaləsi tərəfindən idarə edilirdi. Bu isə gedəcək Qaraxanlıya. Deməli, B gedəcək 2-yə, E isə gedəcək 1-ə. Situasiyaya baxaq. Rus hücumları Qafqaz üçün olduqca ciddi narahatlıq yaradırdı. Xəzər xaqanı Yosef 960-cı ildə Kordova xilafətinin nümayəndəsinə məktubla yazmışdı ki, bilin və anlayın ki, mən çayın mənsəbində yaşayıram. Uca Tanrının köməyi ilə çayın ağzına nəzarət edirəm. Gəmi ilə gələn rusların Xəzər dənizinə çıxıb ərəblərə qarşı getmələrinə mane olaram. Həmçinin quru ilə Babilə Əbvaba tərəf gələn düşmənlərin qarşısını kəsirəm. Mən onlarla döyüşürəm. Əgər onları bir saatlıq Xəzər dənizinə keçməyə buraxsaydım, onlar ərəblərin, müsəlmanların yaşadığı bütün yerləri, hətta Bağdada qədər talan edərdilər. Xəzər xaqanının narahatlığı haqqında haqlı idi. Bir neçə il ərzində onun qorxduğu dağıdıcı hücum yalnız Xəzər dənizinin sahillərinə deyil, həm də xaqanlığın özünə yönəldi. Bu hücumu İqorun oğlu Svetoslav həyata keçirdi. Deyir ki, sonuncu abzasda bəhs edilən narahatlığın haqlı olduğunu göstərən mənbədə verilməyən nəticələrdən ikisini yazın. Deməli, sonuncu abzasda bəhs olunan narahatlığın haqlı olduğunu göstərən mənbədə verilməyən nəticədən ikisini yazın. Yəni, Xəzər xaqanı narahat edib və onun qorxduğu dağıdıcı hücum yalnız Xəzər dənizinin sahilindən deyil, bunu deyil.
özünə yönəldi. Yəni həqiqətən də Slavyanlar hücum etmişdilər. Ona görə də Xəzər xaqanı narahat idi. Məsələn 909, 910, 944-cü illərdə Xəzərlər, Slavyanlar Azərbaycana, Xəzəryanı vilayətlərə hücum etmişdilər. Hücumları yazırıq burada. 89-da deyir, məktubun yazıldığı ilədək Xəzər xaqanlığının həmin hücumları dayandırmadığını göstərən nümunələrdən ikisini yazın. Məsələn, 914-cü ildə bir yazırıq. 914-cü ildə Xəzərlər hətta özləri şərtləşmişdilər Slavyanlarla və qənimət ki, qaydanda bizə qənimət verərsiniz. Daha sonra onlar gördülər ki, müsəlmanları qarət edib gəlirlər. O zaman savaşmışdılar və eyni zamanda 909-cu ildə Abaskun adasına da hücum etmişdilər və ümumiyyətlə 9-cu əsrin ikinci yarısında da onlar hücum etmişdilər də. Burada göstərilir ki, Xəzər xaqanlığı hücumları dayandırmayıbdı. 90-da deyir ki, məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin Məmmədə verilməyən adını yazın. Məktubun ikinci cümləsində Babil-Əbvabdan danışır. Babil-Əbvab isə Dərbənd şəhəridir. Yazırıq Dərbənd şəhəri. Bu qədər. Çox sağ olun, dinlədiyiniz üçün.